Ana-ata da yetim qalır. Eyvazsız. Onu eşitdim ki, siz nə danışırsa, mənim oğlum əskərdir, əskər. Belə elədim, mənim əlimdən telefon düşdü. Danışma anasıyla, deyib özünüzdən müğayət olun. Hər şey yaxşı olacaq. Azərbaycanın qəhrəman oğullarından biri, vətən torpağının bütövlüyü uğrunda ən yüksək zirvəyə ucalan şəhidimiz Murad Arzullayev. Məzuniyyətə gəldi. 2023-cü ildə martın 5-də məzuniyyətə gəldi. Elə bir anasına bir hədiyyə kimi göndərdi. 8 martı evdə keçirdi anasının yanında. Axırıncı da onu mən 15-də, martın 15-də avtovağzalda yola saldım, getdi. Sentyabr 19-u döyüşlər başladı. Biz də bilmirik. 13 nəfər təxliyə saxlayıblar. Murad da onların içində. Və siz aralda olacaqsınız, döyüşdə olmayacaqsınız. Siz ancaq silah sursat lazım onda aparacaqsınız, sonra yaralı, şəhid təxliyə edəcəksiniz aşağıya da. Siz qalın burada. Muradda 7 nəfər 1 il, 3 ay bir yerdə olublar. Əllərindən ki, balaca konfet düşdü, onu 7 yerə bölüb yiyiblər. Bu 7 nəfərdən Murad qalıb, 6 nəfər olub qabaqda. Döyüşə gedirlər. Bu yanındakilar deyir ki, boşu, mən getdim şəhid olmağa. Elə eləyib bunlarla sağlaşıb, gedib oturub maşınlarına gedib döyüşə gedib. Bir nəfər də bizə keçən il zəng eləmişdi. Dedi ki, Murad deyir, məni aparanda şəhid oldu. Deməli, Allahın işi deyə bu qismətdir. Deyir, mən şəhid olamadım. Deməli, bu yaralanır. Muradla bir dənə Cavid adlı oğlandır. Bunu götürüblər ki, aparsınlar, qırağını aşağıya versinlər ki, bunu aparın, təzdən döyüşsünlər. Aparanda da minamyot deyir, düşdü, partladı. Cavid də şəhid oldu, Murad da şəhid oldu. Mənə də dəydi, mən gən də sağ qaldım. Son mənlə danışabilməyib, anası ilə danışıb. Mən ayın 17-18 danışıb anasıyla. Deyib, özünüzdən müğayət olun. Hər şey yaxşı olacaq. Mənə də anasını tapşırır. Bilir də mən şəkərim var, ürəyimdən infarkt keçirmişəm, insult keçirmişəm. Anası da gibi tərəkkübdən müğayət olarsan. Bir gün həmin axşam danışdım onunla, sabah şəhid oldu. Özü zəng elədi, mənə dedi ki, mama, bəs yuxuları qarışdırmışam. Səsini eşitmək istəyirəm. Çox istəyirəm sən. Ama yoldaşıma demiş, ata deyirdi, adına çağırırdı. Dedi, təvəkküldən müğayət. Belə ürək sözləri hamısını dedi mənə. Mən hələ də çatmadım. Telefonda da danışanda dedim ki, Murad dedim, sənin dedim, yox, dostları gələcəklər, qarşılayacaqlar səni götürmək. Yəni, məhəllədən gələndən maşınlarına gələcəm, ona deyir, çoxlu bayraqlarla gələcəm. Pis olurdu. Ki, bəs tək qaldı, heç kim yoxdur. Nə yadigarı qaldı, özüsü var getdi. Nə bacısı var, nə qardaşı var, biz tək qaldı. Siz deyirlər, uşaq atadan anadan yetim qalır. Sizə bir söz deyim ki, ana-ata da yetim qalır. Eyvazsız. İnternetdə bir qadın var, dünənləri gördüm onu, bir yaşlı qadındır. Ağacdan meyvə nə yığır? Dua edirdi şəhidlərimizə. Belə şeyləri eşidəndə, belə şeyləri görəndə mən istər-istəməz fəxr edirəm. Düzdür, çətindir, ağırdır. Yoldaşım mənə, mən baba olmayacağam. Çox ağır, o övladsız qalmaq çox ağırdır. Amma ki, axıram ki, Murad kimi şəhidlər olmasaydı, nə olacaqdı? Muradın özünün heç bilmirdi, xəbəri yox idi. Ancaq götürdüm, qoruyordum, çox qoruyordum onu. İşdən çıxanda da o bilmirdi ki, mən qıraqdan durub yoldaşımla baxırdı. Qorxurdum onu. Dənizə buraxmırdım, dənizə qoymurdum onu getməyinə. Şəhid xəbəri bilirsiniz necə aldım mən. Mən axşam idi, mənim yaxın qonşular var, Gülşahdan. Biz onu telefonda
danışırdım ki, biz 10 gün qalıb proje, kimi çağıracağam, kim gələcək, spesif tuturdum, oturub onu. Ancaq axşam saat 7-nin yarısından cəmaət yığılmışdı, bizim xəbərimiz yox idi. Heç kəs qapıya gəldi, deyə bilir. Eşitdim ki, yoldaşınız zəng gəldi. Dedi ki, onu eşitdim ki, siz nə danışırsa, mənim oğlum əskərdir, əskər. Belə elədi, mənim əlimdən telefon düşdü. Mən yuxuma bir-iki dəfə gəlib, qonşum bir dənəsi mənə danışdı, mənim tükürəm biz oldu. Deməli, çöldə bayraqlar var. Həmişə mənim bir çubuq var məndə, o dəmirdəndir. Şotkanın çubuğudur, açırsan böyüyür də. O çubuğla bayraqları düzəldirəm. Evdə olmamışam, yoldaşımın arasında gedib meşəyə. Qonşu demiş, keçəndə pəncərədən baxır, mən kresloda otururam. Mənə görəndə çağırır, oturub söhbət edir. Deyir, keçəndə baxdım, deyir, gördüm, yoxsa. Çöndüm bir yana, gördüm Murad deyirəm qapının ağzında. Dedim, yuxuda görmüsən, deyir, yox, əməli başı gözümə görsənib. Başı ilə belə neçə bayraqları göstərdi. Baxdım ki, bayraqlar külək fırladıb da. Getdim, o bizim evdə böyründə plasmas turbo var belə. Deyir, götürdüm onu, bayraqları belə açdım, düzəltdim, baxdım Murad getdi. Həmin deyir, göy papaqda idi. Deyir, Murad getdi, hərbi formalı göy papaqda, başı ilə belə gözü ilə göstərir ki, bəs bayraqları düzəltdi. Kitabçası var idi bloknotda, orada yazmışdı, hər yerə yazırdı. Mübariz İbrahimov, Polad Həşimov. Onların altında da 3 dənə ad gedirdi həmişə, hər yerə onu yazır, Arzulayev Murad.